Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, halınız yaxşıdır və keyfiniz sazdır. Bu günləri başım qatışıbdır, yavaş-yavaş ərz edeyim ki, biraz çox gecə qalmışam. Amma nə etmək olar, yəni heç iradı yoxdur. Balığı hər vaxt sudan tutsan tazadır. Bir də salam edirəm. Bu gündə bu Hünər-i Cəng adlı kitabdan ki, Dr. Həsən Həbibi tərcümə eləyibdir. Bir neçə səfə oxumağa çalışacağam. 56-cı səfənin demək olar ki, son paragraflarında dedim ki, bu qutardı. Vaxtımız dünən qutardı və oyuna qaldıq. Umarım ki, bu günləri bu fəslidə qutarırıq. Savaşın fəslin hududan 4 səfə, yarın 5 səfə olur və 4-cü fəsl qalar yarına, yəni sabaha. E, 56-cı səfənin oxumağa başlayaq. در مورد آدابدانی و قوانین و تصویبنامه ها ارتش قرار و مدارهای خاص خود را دارد. bunu dünən oxuduq və məmulen آنها را رعایت می کند. اگر این قرار و مدارها را در خط قرار و مدارهایی بیندازیم که ناظر بر اداره یک دولت است، افسران از خط خارج و گمراه می شوند. Necə ərtəşin özünün müqərrəratı fərqlidir. Onu dövlət kimi idarə eləmək olmaz. Dövlət sisteminə biraz fərqlidir. Çünki orada bilirsiniz, farslar deyiblər ki, ərtəş səra nədərdir. Ərtəşdə sorğu sual soruşmazlar, elə gedər. Yəni, hamı qulağı yumulu, qulaq asar, əmri itaət edər. Bu bir sistemdir. لطف و مهربانی و عدالت ممکن است به کار اداره یک دولت بیاید. Dövlət işlərində deyir, mümkündür ki, siz lütf eləyəsiniz birinə. Ya ədalətdən danışasınız, ya nə bilim, mehriban olasınız. Ərtəşdə bu cür bir şeylərin işi yoxdur. Ərtəşdə lütf olmaz. Ərtəşdə mehribançılıq dərdə dəyməz. Əgər birinin ürəyi zəif ola, mən buna köməklik edeyim, ondan sərbaz çıxmaz əslində. Amma در اداره یک ارتش به کار نمیاد. چون bu ارتشin işində gəlməz. Duruşdi və nərmi در اداره ارتش به کار میرود. O halda ki, ərtəşdə mütəəssifanə bu cürdür da, yəni adamları tənbih elərlər, vurarlar, döyərlər, söyərlər, söyüş verərlər, mücazat elərlər çoxlu və yorulmağazada da fikir verməzlər adamlara. Aç saxlarlar, az yemək verərlər. Bəzi vaxtlar insanlar görərsən ki, məcbur olurlar hər şeyi yesinlər yəni. Mورد سوم وقتی dünən 3 dənədə dedi ki, 3 şey ərtəşə zərərdir. Bir fərmandeh ki, bilməyə dəstur verə, ki, heç zadı bilmir dəstur verir. Bir də o fərmandeh ki, heç zadı bilmir, deyir ki, həmlə eləməyə, qeyrin dalıya. Bunların hər ikisi də dedi ki, zərərdir. İndi üçüncüsü nə idi? Üçüncüsü وقتی است که حاکم با وجود آنکه به کلیه مسائل مربوط به فرماندهی جاهل است در اجرای مسئولیت‌ها دخالت می‌کند. Bir dənə ya rəis cümhur, ya rəhbər, ya hər kəs ki, ərtəş işlərinə daxil deyil, savaş işlərindən başı çıxmaz. Amma bununla belə istəyə ki, neyniyə? Ərtəşin işlərində dixalət edir. Məsələn, dərəcə verə. Cəlibdir, mən Türkiyə ilə İranın ərtəşin müqayisə edəndə çox əcib düşünürəm, çox əcib məsələyə çatıram. Məsələn, İranda hər pastar öz-özünə rahatca sərdar ola bilir. Çox rahat. Yəni, görürsən ki, bir nəfər üçün cibhədə idi, məsələn, sərdar olur. Cibhədə savaşmaq bir nəfəri general eləyə bilməz. Türkiyədə
dövlət eyni ustad danışgah kimi Amerikada ya şey kimi deyir ki, bizim bir dənə rəis cümhur ehtiyacımız var. 2 rəis cümhur ola bilməz. Ərteşdə 2 dənə şey ola bilməz. Yəni 2 dənə deyək başda adam ola bilməz. 1 nəfər olacaq. Məsələn, Türkiyədə belə nəzərə gəlir ki, bilmirəm sayın, amma məsələn deyək ki, 55 dənə general var. Ta o generallardan biri ölməsə, bir ayrı nəfər general ola bilməz. Çünki general yəni bir mövqeyiyyət, bir idari yer. Əgər siz istəyəsiniz bunu bir dana çoxaldasınız, gərək ona yer açasınız. O yer açmaq yəni bu bir taza bir şeydir. Bu niyə geri açılar? Sistemi dəyişdirməkdir. Bunun üçün görürsünüz ki, İranda bəli açırlar və hey elə sərdardır ki, hər yerə getsən sərdardır. Cəlibdir, Sipah Pasdaranın o qədər sərdarı var ki, sadir edir. Yəni, məsələn, gedirsiniz, mən üçün polisdə, Neyru İntizamidə xidmət eləmişəm, sərbazlığım orada zorunlu getmişəm ora. Orada bilirəm ki, elə hər yerə tərpaşırdın, sərdar hamısı gördünüz Sipahdan gəliblər. Sipah əslində sərdar sadir edir. Deyir ki, əgər bir nəfər ordu işin bilməsə, amma ərteşin işinə, ordunun işinə dixalət eləsə, nə olar? O əfsərlərin, dərəcədarların, sərbazların ruhiyyəsini xərab edər. Əgər şəxsi ki, به مسائل نظامی جاهل است برای دخالت در اداره ارتش فرستاده شود هر حرکتی موجب عدم توافق و احساس محرومیت متقابل می شود. İranın ordusu ilə Sipah Pasdaran arasında belə bir müşkül var. Və bilirsiniz, İranda insanları öldürməklə sərdar olublar. Öldürməməklə yox. Yəni, məsələn, gediblər cəngə, biliblər ki, filan əməliyyat düşmən bilibdir bunu. Casuslar xəbər veriblər, düşmən biz getdik ora, bizi vuracaq. Amma tüm mən sərdar olacağım, bunlar bu 5000 nəfər, 3000 nəfər geçsin, ölsün. Gediblər və ölüblər. Yəni ki, sərbazlar ki bilmirlər, bəsicilər ki bilmirlər. Onları deyiblər, gedin, yallah, həmlə, ya Fatimi Zəhra, hamısı gediblər Fatimi Zəhra o tərəfdə, ya əsir düşüblər, ya ölüblər. Ərteşdə belə bir şey olmaz. Ərteşdə insanların canı mühimmatdan, maşından, tancıdan önəmlidir. Amma İranda belə bir şey, Sipah Pasdaranda, Bəsisdə belə bir şeyin anlamı yoxdur. Deyir ki, əgər belə bir adam ki, ordu işinə cahildir, bunu qoysaz keçsə, ora nə olar? Orduda içində bir dəyər bir-birinə hər şeydə. Yəni, bunlar bir sistemlə işləyirlər, o bir ayrı sistemlə işləyirsən, sistem bilmir nədir? Bu gələr vurar bir-birinə, buradakı ərteşin işi fələc olar. Və həmin dəlil PO az hakim təqazay əzl nazir ərteş رو کرد. Bir nəfər, Çində bir şah, bir adam qoymuşdu ki, ordudan baş çıxatmırdı, ordunun məsələn nazir olsun. Deyir, bu ərteşin fərmanındakı gəldi dedi ki, bunu götür işlər, qalmamalıdır. Və fəqət pəs az əzlivey bud ki, təvanist tasata o şoru aram konər. Deyir ki, ondan sonra ki, eləyə bildi, şey eləsin, bir dənə şəhri alsın. Səfən oxuyurduq. 57'ye geçmiştik, 57'den oxuyurduq. Əxirən dərbariha ra be şuğl nazir ərteş məsul miqan və dəqiqən əmr iştibahs. Bu da bir nəfər deyib ki, rəhbərin adamların, yaxınların qoyurlar ərteşin fərmandehi məsələn. Bu da böyük bir iştibahdır. Əgər ərteş mütəlaşi şude و اعتمادش سلب گردیده باشد حاکمان کشورهای همسایه مشکلات ایجاد می‌کنند. این معنی آن ضرب المثل است که آشفتگی در ارتش منجر به پیروزی رقیب می‌شود. Bir dənə ضرب المثلdən, Çinli ضرب المثلdən danışır, deyir ki, əgər ordu bir-birinə qatışsa, düşmən qələb elər. Və bunu deyir ki, əgər bir ordu qatışa bir-birinə və etimad aradan geçsə, onda qonşu dövlətlərin tamahı qalxar və eləyə bilərlər, cəllələri tutalar.
Duke Bozorg گفت gen də burada bəllidir ki bir şey olubdur. کسی که به طور روشن به هدفهای خودآگاهی و استشعار ندارد نمیتواند به مقابله به دشمن. استشعار şuur kəlməsindəndir. Şuur da bilincidir. Şeir ki deyirlər, şeir sözü. O da yəni düşüncədən çıxan bir şey. Düşüncə. Şeir əslində düşüncədir. Amma mən bunu bir dəfə Cunas TV-də də dedim. Bəlkə bir-iki dəfə də yazmışam bunu orada burada. Amma bir dəfə də burada deyim. Baxın dostlar. Mən hətta dostlarım biri ilə bir neçə gün bundan qabaq yazılaşırdım. Deyirdi ki, məsələn şeir, məsələn deyək ki Firdosinin şeiri, həmasəsi, Qastannamə deyirik da biz türkçədə ona. Bu Firdosinin Qastannaməsi osturə ilə doludur. Osturə yəni nə mənə dostlar? Yəni çaxan. Çünki vaqiiyyəti yoxdur osturənin. Çaxan, türkçə. Bu iki elə türklər, mən yadıma gəlir, mən məsələn 9-10 yaşım var idi, Təbrizdə köçdük, bəlkə də 8, hələ az idi, bəlkə də 7-8 yaşım var idi. Çünki mən heç doğrudan da yaşım bilmirəm, neçə yaşımda köçmüşük Təbrizə. Biz Tərbiz deyirik Qərədağda, Təbriz demirik. Biz Təbrizə köçəndə hər kəslə danışırdım ki, Qastannamə-i Firdossi. Mən indi özüm keçən həftə bir gəldim ki, usturənin mənası nə nədir? Cəlibdir, Farsca özləri yazıblar Farscada ki, usturə yalan sözlərdən ibarətdir. Onda bəs əgər Şahnamə tamam usturədir, yəni tamam yalandır. Bu bir şey. İkinci, dostların biri mənə deyir ki, usturə bizə yaşam tərzini göstərir. Mən də dostlardan, hətta bunu Cunas TV-də Ayda Öküz Ziya Sədr Əşrafiyə də ərz elədim və xahiş elədim ki, nəzərləri var, buyursunlar. O da budur ki, fərz buyurun ki, Şahnamədən bu üzə şeir İranda farsı şeiri çox gül eləyibdir. Dünyada da heç millət bu cür şeir deyənməyibdir ki, bu yalandır qətən. Qətən yalandır. Yəni, belə bir şey yoxdur. Dünyada şeir, dünyada çox fərqli və çox inkişaf eləmişdir və İran sistemi, Fars sisteminin şeiri onların yanında sıfır həddindədir. Amma deyək ki, Fars şeiri gül eləyibdir, açıqdır, özünə görə bir güldür. Bir dənə bağda 1000 gül var, biri də Fars şeiri. Tamam, çox gözəl. Bu şeirin bizə nə faydası var? Yəni, 1000 ildir gözəl-gözəl şeir deyiblər. Deyək ki, insaniyyətə görə şeir deyiblər. Mən görməmişəm, məsələn. Moləvinin şeirlərindən, zadlarından çıxsaq kənara, onda görsəz, baxsaz görərsiniz ki, hamı tənaquzludur. Burada deyibdir ki, belədir, yaxçıdır, o birisi yerdə vurubdur. Yaxçı, yəni belə bir şey, iki cürə yaşamaq var, iki standardı var bu şeirlərdə. Amma deyək ki, hətta bir standardı. Ağa, keçən 1000 ildə bu şeirlərin, bu irfanın, bu əxlaqın, bu fəlsəfənin, bu düşüncənin, bu dinin, bu rəvabit ictimainin, bunların hamısının sonucu bu camiədir ki, biz yaşırıq. Baxın dostlar, biz indi harada yaşırıq? İranda. İranda vəziyyət nə cürdür? İnsanlar bir-birləri ilə nə cürdür? İnsanlar bir-birinin, yəni dövlət özü bir tərəfə, insanlar bir-birinə rəhm eləmir. Ər arvada rəhm eləmir, arvada ərinə rəhm eləmir, ikisi uşaqlarına rəhm eləmirlər, uşaqlar da dənəniyə rəhm eləmir, qonşu qonşuya rəhm eləmir, famil-familə rəhm eləmir, nə bilim, bir qızın, bir xanımın 7-8 ərindən, həm əri var, həm 5-6 oğlan dostu var, həm bir kişinin həm arvadı var, həm 5-6 qız dostu var, əxlaq, oğurluq gəlib əşaya, əxlaq gəlib əşaya, özün satmaq gəlib əşaya, rüşvət gedib yuxarıya, oğurluq gedib yuxarıya, nə desəz? Yəni, o ədəbiyyatın, o tarixin, o irfanın, o dinin, o əxlaqın, o fəlsəfənin, o düşüncənin, o məzhəbin 1000 il, 2000 il, 5000 il sabiqəsi var, cəhənnəmə var. Bu günləri biz nə yaşırıq? Çünki baxın dostlar, biz onu yaşırıq ki, onunla o bizim zehnimizə doldurublar. Bizim zehnimizə şeir doldurublar. Hafiz, Sədi, filan, Bəhman. Din doldurublar, şiəlik doldurublar,
əxlaq doldurublar, rəftar doldurublar, düşüncə doldurublar, fəlsəfə doldurublar. Bu bizim zehnimizdə bu və biz bunu yaşamağa məcburuq. Yəni biz bunları yaşırıq. Baxın, zehnimizdə olanları eşidə yaşamağa çalışırıq. Əgər yaşamağımızla zehnimizdə olan fərqlidir, yəni bu şey onlar qasdannamə etmişlər, biz inanmamışıq, biz ayrı bir şey yaşırıq. Bəs əgər onlar bizim zindəcanlığımızda təsiri yoxdur, niyə onlar öyrəşirik? Niyə onları bizim zehnimizə doldururlar? Niyə bizi ikili elirlər? Bir cürə zehnimizdə var, bir cürə də yaşırıq. Hamımız deyirik, oğurluq pislik, fahişəlik pislik, rüşvət pislik, filan pislik və hamımız da bu işi görürük. Hamımız deyirik ki, özgənin namusu, özgənin filanı, amma hamımız da bu işi görürük. Yoxsa, pəs bu ikiliği, iki ziddiliği bizdə bir yaşam tərzi eləyibdir. Biz bugün yaşırıq. Bu, ya onların meyvəsidir, yəni o şeyi ki, o 1000 ildə, 2000 ildə, 5000 ildə bizə İran adına öyrədiblər, onun meyvəsidir, biz indi görürük. Ya da ki, biz onun tərsini yaşırıq. Əgər biz hər ikisi olsa, əgər onun bu zindicanlıq içində biz elirik, onu geri yataq şeyləri dəyişək bir ayrı cür, çünki biz ayrı cür yaşamalıyıq. İnsan kimi, Avropalılar kimi, Kanadalılar kimi, Amerikalılar kimi, insan kimi yaşamalıyıq bir-birimizlə. Mən hətta bu günləri bir videoya baxırdım, heyvanlara biz bəzən tohin edirik. Bir dana, deyək ki, məsələn, bir dana yırtıcı heyvan ağacın üstündədir. Burada da biraz bir neçə meymun vardı, heyvan vardı, bir ceyranlar vardı, filanlar var. Elə oradan düz düşdü bir dana ceyranın üstünə, onu tutdu, yıxdı. Meymunlar, hobrisi heyvanlar bir 2 addım, 3 addım getdilər, sonra dedilər, bu tutdu da onu yiyəcəkdir, bizdən işi yoxdur ki, onu yiyəcək, doyacaq, bizdən işi yoxdur. Amma İranda biz yırtıcı insanlar olmuşuq. Dünyanın hər yerinə deyirsək, bunu özümüzdən daşıyırıq, ikili yaşayırıq. Bunun üçün dostlar, bizə o şey ki, öyrədiblər, ya o yalandır, biz fərqli düşünürük, ya da ki, əsən düz də olsa biz ondan fərqli düşünürük, yaşırıq. Pəs bunların ikisi bir-birinə cücəlməz, gərək değişdirək. Onun üçün şuurdan danışır. Biz əcəba şuursuz yaşırıq, şuursuz ədəbiyyatımız var, şuursuz əxlaqımız var, şuursuz fəlsəfəmiz var, şuursuz irfanımız var, şuursuz dinimiz var və bu günləri şuurla yaşırıq fərqli. Ya da ki, biz şuursuz yaşırıq, onlar şuurludular. Hər halda burada bir tənaquz var, bir ziddiyyət var. Böyük duç, dedik burada da bir şey olubdu. Kəsi ki, betor roşən və hədəfay xodu ağah və istişar nədarət. Hər kəs öz hədəflərin dəqiqən düşünmür, başdapır, aşkar, aydın, başdapır. Nə mitəvanət və müqabilə düşman bərayət. Eləyə bilməz düşməndən gələ savaşa. İndi baxın, bizlər niyə məsələn deyirik ki, istiqlal bir iddə pan-fars, pan-türk, yəni pan-türk xüsusən deyə hamı şey qorxur, çəkilir kənara. Niyə? Ana dili deyəndə türk, pan-türk. Türk musiqiyə qulaq açırsan pan-türk. Türk kitab oxusan pan-türk. Bu pan-türk nədir bizə qorxurlar belə? Bunu bizim üstümüzə qoymağa çalışırlar. Təbii ki, mən pan-türk olmalıyam. Mən türkü sevməliyəm. Pan-türk, ya hər nə mənənin pan-türk, yəni onu çox sevmək. Pan-iranistlər İranın aşiqidirlər. O birisi millətləri qətl amına hazırdirlər bunu saxlamaq. Burada da millətləri qəbul eləmirlər. Pan-iranist deyəndə, yəni pan-fars. Çünki onlar məsələn dünənlərcə gördünüz, 2 şumuna qabaqda vəzir İrşad elan elədi ki, fars dilini saxlamaq üçün lazım olsa biz silahdan da istifadə edəcəyik. Yəni bu qədər bir vəziyyətə mübtəla olmuşuq. Onlar o qədər pandılar. Amma biz ana dilimizdən danışsaq bizi pana müttəhəm edirlər, adamlar da bundan qorxurlar. Bu da bir cəlibdir. Nə bayəd dərbari intiqab şəxsi ki fərmandehiyə bevey bağguzar mişəvət və iştibah uftad. Deyir gələk bundan hətmən bir dana fərmandeh seçəndə orduya. Bunlar bizim üçün çox önəm daşımır bu qismət. Çünki stratejisi bizə mühümdir. Bunları biraz sürətlə gedək. Əgər bir dana gələk onda diqqətli olaq bir orduya baş seçəndə, ordu Türkçədə subaşı deyilirmiş. Subaşı seçiləndə ya bir general seçiləndə çox diqqətli olaq. Linhisyan Ju Nəxust vəzir Şao beveyi qufdə است. Bir nəfər Çinlinin onun vəziri ona belə deyibdi ki, Şao Kua
Cüz qiraəti kitabهای پدر چیزی نمیدونه. فلان کس kitap okuyubdu. Ondan sonra bir şey bilmir. و تا این زمان مطلقاً قادر به برقراری همبستگی میان تغییرات حاصل در اوضاع و احوال نبوده است. Deyir bu gün necəndə o adam məsələn eləyə bilməyibdi ki, zehni ilə eşiyi bir-birindən ayırt edir. Diqqət buyurun, bunun misal bir dəfə də demişəm, bunu da deyim. Məsələn, bəzi nənələr, dədələr çox uşaqların əxlaqlı yetişdirmək istəyirlər. Yaman deməsin, pulan baxma. Bunlara dağ basırlar, əllərinə, dillərinə, nə bilim, istot tökürlər, pulan baxma. Bu uşağı bir steriliz bir zərfidə saxlayırlar ki, eşik bu cür deyil. O uşağı sabahları, mən indi məsələn çox rahatca hamı məni toğlaya bilir. Çünki mən rahatcasına inanıram insanlara. İnsanlar bir söyüş verəndə mən çox mənə dəyir, narahat oluram. Çünki bunları eşitməmişəm, indi birdən eşidəndə mənə təəccüb gəlir. Bu cür bir adamlardan danışır. Deyir ki, bir adam ki, eləyə bilməyibdi, vaqei dünyanı, hal əhvalı, vaqiiyyətinə görə ki, eşiylə onun düşündüklərinin fərqi var. Bunlar eləyə bilməzlər bir iş görsünlər. Amma Həzrəti Şuma be illət nami pedərəş və ira be unvan sərvarmanda təyin kərdir. Amma tün onun bir yaxçı, dədəsinin bir yaxçı adı var. Məsələn, dədəsi fərmanda eləşgərmiş. Siz istəyirsiniz onun oğlunu qoyasınız ordunun başına. Olmaz. این کار نظیر چسباندن گوشه های عود و کوشش برای هماهنگ ساختن بعدی آن است. İstəyirsiniz bir şeyləri bir-birinə yapışdırsınız, bənzədəsiz olmaz. Beləsə, xülasəsi budur. Gedək 24-də, deyirəm, bura üçün bu qismətlər bizə çox ilgisi yoxdur. Bəyə kitabı oxuyayım, sürətlə gedək. Bayət danış ki, در 5 مورد پیروزی قابل پیش بینی است. Burada gözəl sözlə keçdik elədik. Deyir ki, 5 yerdə 5 ittifaq üz versə, biz fikir eləyə bildik ki, bunun sonu zəfər olacaqdır. Bunun sonunda qazanacaqdır. Görək nə mənədir? کسی که میداند چه موقع باید به نبرد دست بیازد و چه موقع نباید چنین کند پیروز خواهد شد. اگر bir nəfər bilir ha zaman savaşmalıyam, o adam قطعا موفق olur. کسی که میداند چگونه باید از یک ارتش پروسعت و یک ارتش محدود استفاده کرد پیروز می شود. اگر bir nəfər bilər ki, nə cür mən əlimdə olan ordudan istifadə edeyim, fərq eləməz, bu ordu çox adamı var, çox imkanatı var ya az imkanatı var. Amma mən bundan nə cür zəfər qazana bilirəm? Əlimdə olan sərbazlarla, orduyla, imkanatla nə cür bir zəfər qazana bilirəm? Bu ticarətdə də bu cürdür. Mən əlimdə məsələn deyək ki 10 milyon pulum var. Mən bu 10 milyon pulla nə iş qura bilərəm məsələn? Əlimdə 100 milyard pul var. Mən bu 100 milyard pulla nə iş görə bilərəm? Yəni ola bilər biri 100 milyarda əldən verə, biri bilə 10 milyon eləyə 100 milyard. Bəs müvəffəq olan bu adamlar o gərək bilər ki, mən nə eləyə bilərəm? Bir nəfər deyibdir Çinlilərdən, در جریان زد و خورد و تعارض مواردی هست که در آن موارد کسانی که تعداد افرادشان زیاد است نمیتوانند برای یک دسته کوچک حمله کنند. Deyir ki, bəzi mövqelər bir adamın əlində çox adamlar vardı, fərmanının altındadır, onun sözünə qulaq asanlar var. 100 nəfər fərz edin, amma bir az adam onları qələbə eləyə bilər. Ya o çox adam az adama həmlə eləyə bilməz. Məsələn, bizim Güney Azərbaycanda bu ittifaq düşür. Bizim neçə milyonlar hər şəhərdə, ya hər şəhərdə neçə 100 min adam var, neçə min adam var, amma orada polisin sayı, ərteşin sayı, sipahın sayı, nə bilim, onun bunun sayı, məsələn, 100 nəfərə çıxmaz. Misal vursaq, məsələn, fikir edin ki, məsələn, deyirəm, Xoyda, bilmirəm ha, amma bunu misal vururam. Şəbistərdə, nə bilim, Culfada, 50 min adam, 100 min adam, 200 min adam yaşır, hər nə qədər. O şəhərdə yığsaz tamam bu polisi, o yüzü, bu yüzü yığsaz bir-birinə 200 nəfər eləməz. Diqqət buyurursunuz. İndi o adamın çoxluğu önəm daşımır. Çoxluq var, amma eləyə bilmir o 200 nəfərə o şikəst versin. İndi bunu görək, bu nə cür olur? و موارد دیگری است که ناتوانها بر نیرومندها میتوانند غلبه کنند. Elə bir yerdə olubdur ki, zəiflər eləyə biliblər güclülərə qələbə eləyələr.
zəfər qazanırlar, sındırırlar. Kəs ki qadir be əməlləri ümqunu uza əhval başa piruz xarşı. Hər kəs ki eləyə bilər, bir az adamla çox adama qələbə eləyə. Hər kəs ki bir az imkanatla eləyə bilər, çox imkanatı olan adama qələbə eləyə. Bu qətən qazanandır. Karlıdır. Karlı, türkcə kar, yəni qazanc. Bizdə bu işlənirdi. Karlı çıxmısan. Amma eyni halda bilirsiniz, kar sözü eyni halda qulağın da, eşitməməzliyinə da şey olur, deyilir. Ərz edeyim xidmətinizə ki, mənim əlim diş durmur. Burada danışa bunları qurtdalacağım, səfələri çıxartdım. Kəsin ki ləşkəri yanaşdır, hol-i mehvər یک هدف مشترک متحد şevənd, piruz mi şevənd. Üçüncüsü də budur. Əgər bir adamın tamam əlində bir dana 10 nəfər, 100 nəfər, 1000 nəfər, 100 min nəfər adam var. Eləyə bunlara deyək ki, biz filan hədəfə görə çalışacağıq. O müvəffəq olar. Məsələn, əgər biz eləyə bilək, əlimizdə yoldaşlarımız var, 20 nəfər. Deyək ki, hərəmiz 10 nəfərə bu il türk dilini öyrədəcəyik. Yazmağın, oxumağın. Lazımdır deyil, çox herifeyi öyrədək. Yəni, biz istəmirik ki, məsələn, bizim dostların hamısını mən baxıram, onlar ki, dil öyrədirlər. Hamısı dili o qədər çətin deyirlər ki, mən ki, məsələn, bu qədər əlaqəm var, şəxsən özümü deyirəm. Mən qaçıram dalıya. Çünki görürəm, mən itdim bunların arasında. Ağa, əlifbanı deyəcəksən, sonra da deyəcəksən, filan kəlməni belə yaz. Qutardı, getdi. Bu qədər sadə. Sən indi oturursan burada dilin səsli hərfləri, səssiz hərfləri, nə bilim, o, bu, şu, o, adam dildən qaçar. Bunlar fövqlisan doktora dövrəsində müəllimlərə deyiləcək ki, gedələr bunu düşünərlər. Ya ədəbiyyatçılara deyəcəklər bunları düşünərlər. Yoxsa mənə nə ehtiyacı var? Mən heç olmasa buradan 10 dana dostumuzun dil dərsini oxumağa çalışmışam. Heç birisinin 3-cü səfədən o yüzə getməmişəm. Çünki görmüşəm ki, yoruldum. Mən bunları bilmirəm. İstəmirəm də biləm. Mən istəyirəm yazıb oxuyam. Qutardı, getdi. Dostlarımız bizim, məsələn, adamın özünün əlaqəsi vardı ki, şeyi bilən, nə bilim, hərflər bir-birinə nə cür dönər. Ədəbiyyat dərsi vermirik. İstəmirik burada insanları ədəbiyyatda mütəxəssis eləyək. Bizim millətimizin hamısı fars dilində hətta deyək, ya İngilis dilində. İngilis dilində, məsələn, deyək ki, 100 milyon, 500 milyon adam var İngilis dilində. Bu 500 milyon, bu nərdəsəz ki, neçə nəfər istəyir bu dildə dili yaxçı başarsın, bu dili ustadı olsun, bu dildə kitab yazsın, bu dildə təhqiq eləsin, 100 nəfər çıxmaz. Biz əgər istəyirik dil öyrədək millətimizə sadə əlif, B, P, S, Cim, Dal, Zar, H, R, Z, Z, Şin, Can, falan, bunlar. Ondan sonra da bundan nə cür yazacağıq? İndi latin istəyir öyrədək. Latini, ağa, türkçədə, məsələn, Azərbaycan türkçəsində, Türkiyə türkçəsində ə yoxdur. İstəyirik bu ə öyrədək. Ə beləsi yazılar. İngilisi altının tərsəsini yazsan olur ə. Fışqa bir dənə əksi çəksən olur ə. Qutuldu, getdi. İndi ondan sonra hər yerdə ə səsi gəldi, bunu qoyacaqsan. İndi məsələn deyir ki, əyə gəl. Əyə, bizim türkçədə bu şeydir. Çox da gözəl bir şeydir. Mən deyirdim, biz necə ki Kanadaya gəlməmişdik. Deyirdik ki, bu cür bir sözləri desən, çəttiliğə dəlalətdir. Sonra gəldik burada Kanadada gördük ki, Kanadada elə əvvəlimci gün ki getdik biz bir yerdə bizə dövrə gördük. Deyirlər ki, bundan bizə Kanadalılar danışanda A deyərlər hər şeyin axırında. Məsələn, come here A, I am Canadian A. Bu A sözü onların müşəxxəsəsidir. İndi məsələn, gəlmək, gəə, orada bir ə var. Bir dənə bundan qoyacaqsın. M, bir dənə ə qoyacaqsın. Mə, ç, sakin, gəlmək. Mən bura gəldim. M, ə, mə, n, mən, fasilə, b, u, bu, r, a, ra, c, ə, bir dənə ə qoyacaqsan, gəldim. Baxın, dili çətinlətməyək, insanlara çox rahat. 2 gündə biz o adamların ki, əvvəli ibtidai savadları vardı, onları türkünü öyrədə bildik. 2 gündə, çünki o əlifbanı bilir. Sadəcə bu, indi bundan yazmağını öyrədəcək.
Yox, əgər biz gələk, indi mən istəmirəm dostlarım, məsələn, mən burada Telegramı açsam dostların, koymuşam burada gözümün qabağında telefon. Telegramı açsam burada dostların dərslərinə qulaq assaq, görəcəksən, 3 ayda adam mənə fəqət şey deyir. Əlifbanın orası, burası, nəyim, nə dərin, nə bilim, dilin orası. Bu düz eləməyəcəksən. Mazi, muzari, filan, bunları hələ ötür. Əvvəl sən yazmağı, oxumağı öyrədəcəksən. Sonra da deyəcəksən ki, dili danışdığın kimi yaz. Ədəbi cümlə qurmağa aparmayın insanları. Çünki ədəbi cümlə qurmaq, yəni bu ki, adama deyirsən ki, sən yazanmasan. Amma sən deyirsən, ağa, nənəvinə nə cür danışırsan, o cür yaz. Bacıvla, arvadıvla, uşağıvla nə cür danışırsan, dəqiqən o cür yazır. Qızım, bir dənə sənin 3 yaşında qızın var, istəyirsən onu deyəsən ki, qızım, mənə bir istikan su gətir. Qablamanı oradan gətir mənə, tavanı qoy ora, bu aşqalı aparat. Elə bu cürsü deyil. Qızım, aşqalı aparat. Gəl bura, gəl yanımda otur. Görəcəksiniz ki, bunu yazacaq. Çox sadədir. Dili çətin görsətməyək insanlara. Amma əgər biz 10 nəfər hərəmiz qədər orada 20 dənə adam öldürdük. Bu bizim hədəfimizdir. Hədəfimizi qoyacaq bura. Dövlətdən istəməyəcək. Kilasları üçün bəziləri dostlarımız pul alırlar, bəzi dostlarımız pul alır, dil öyrədir. Amma bu kilazı o qəd uzun edilir ki, mən şəxsən bu kilazlarda şirkət eləmərəm. Eləyə bilmərəm. Mənim zehnim onları çəkmir. Mən hala da vardı ki, düz də ərəbcədə fe'li faili zadı öyrəşdim, bildim nəminədir. Amma hala da var ki, məsələn, mənə deyəndə ki, sifət məusuf, təəffələ, təfsil filan, bəhman, orada yıxılıram, qalıram ki, bunlar nə deyirlər? Fe'l filan yerdə gələr, fail filan yerdə olar, nəhad nədir? Mən heç əl-an da varını bilmirəm, nəhad nədir? Yəni 55 yaşım vardı, neçə kitab yazmışam, nə qədər kitab oxumuşam, 11 milyon kəlmə, 13 milyon kəlmə mətləb yazmışam. Hala da mənə deyəndə bilmirəm, nəhad nədir? Fail, fail məf'ula ihtiyacı yoxdur bunun. Buna cümləni deyəcəksən, əsər baxın, roman yazanlar bunları bilməzlər ki. Bunları bilən o adam ki, buna gedə, bunların içinə girə, o kitab yaza bilməz, nəql yaza bilməz, fikir öyrədə bilməz. Çünki o, onların içində qərq olar. Biz insanları o cür qərq eləməyək. Biz gələk deyək ki, dostum, sən istəyirsən dilivi yazasın. Tamam. Məsələn, mən o günləri yazmışam, kəş. Aj. Türkçə buna ac da deyirlər. Bizim dilimizdə, yəni Qəradağda bizə aj da deyirik. İndi bunu mən aj yazsam nə olar məsələn? Şeytanın qarnı, Türk dili aradan gedər. Bu bizim dilimizin bir tərəfidir, gözəlliğidir. Biz bu aj da deyə bilirik. Məsələn, mən diqqət edirdim, bəzi adamlar yazırlar əhbər. Nə işqalı var? Əhbər deyirik da biz çox vaxt. Əkbər ərəbidir, bizdə əkbər çətindir. Biz əhbər deyirik. Ələhbər. Nə iradı var? Dili çətin eləməyək, dostlar. İslam onu deyər. Dil çox rahatdır. Kafidir ki, ya nə cür danışırsan evladıvla, xanımıvla, məşuqəvlə, qızıvla, dədəylə, nənəylə, qonşu ilə, yoldaşına o cür də yaz. Bir dənə idarədə gedirsən, bir rəis ilə danışırsan, ondan bir ayrı cür danışırsan. Əgər bir yazı yazırsan ki, bir rəisə, o cür ki, bir dənə rəis ilə danışırsan, o cür yaz. Amma əgər istəsən, məsələn, bir cümlə yazırsan ki, nənəvlə nə cür danışırsan, bacıvla nə cür danışırsan, qardaşıvla, dədəylə, qızıvla, xanımıvla, ya ərivlə, onda o cür yaz. Yəni, səmimiyyətlər və rəsmiyyətlər yazımda görsənsin. Məsələn, biz ağa deyirik. Ağa deyəndə adamlar bir cür, ağa, niyə ağa yazırsan? Biz ağa deyirik da, ağa. Biz ağa sözü işlətmirik. Bizim bütçəmizdə ağa demək çətindir. Ağa. Biz elə ona ağa demişik, ağa da yazmalıyıq. Bunun üçün çətin eləməyək. Bunu yenə də gəldim, hardan hara gəldim. Kəsi ki leşkeri hol mehvər یک هدف مشترک متحد şəvənd piruz xahis şud. Əgər bir adamın 50 nəfər, 100 nəfər hədəfimiz bəlli olar, biz müvəffəq olacaq. Dili sadə öyrəşsək, bir ayın içində bizim millətimizin %50'si dili öyrəşir. Bir ayın içində yazarlar, yəni milyonlar kəlmə ondan sonra. Amma dili çətin öyrəşsək, millət öyrəşməz. Mənim yadıma gəlir, mənim dədəm Quran öyrədərdi. Əlif zəbər ə, bir dənə də ağaç götürərdi.
Əlif, zəbər, ə. Bunu deyənməyəndə bizi döyərdi. Hamı orada hər kəs dərs oxuyardı. Onları döyərdi. Ondan sonra qorxudan dərs oxuyanməzdik biz. Da dilimiz, şərcimiz itdi getdi da. Yəni da biz qorxudan dərs oxuya bilmərik. Elə desaq o vuracaq, ağzımızı çında vuracaq. Tamam, mən dərs oxumaram. Gəlin hər şeyi rahat eləyək. Dedim, vallahi mən bir belə fars oxumuşam. İndiyəcən bir dənə fars kitabının üzündən qəvaid zəbanı fars oxumamışam. Ruznamə Nigarinin qəvaidini oxumuşam. Amma o farsını ki yazaram, orada işlətmişəm onu. Yoxsa mən farsda bilmirəm, feil nədir, fail nədir, muzaf, muzafilih nədir, farsı da ərəbcəni bunları biraz bilirəm. Ondan sonra cümlənin harasında nə cür gəlir, bunlarla işin yoxdur. İndi də türkçəndə özüm yazanda, özüm bunu, deyirəm ki, bunu donun, mən indi burada dururam, burada bir virgül qoyum. Oxurum, oxuyanda deyirəm ki, mən burada virgülü izafi qoymuşam, nöqtə qoymalıydım, ya nöqtə qoymamalıydım, burada məsələn bir xət qoyum, bunlar ikisi. Məsələn, gəl get, al ver. Mən bunların arasında nə cür yazım, bunlar bir kəlmə yazım, yoxsa bunların arasında xət çəkim. Mən indi bunu özüm bir dənə arasında xət çəkim, al ver. Çünki bunların arasında gecək cüyümə qoyasan, gecək bunları bir kəlmə kimi yazırsan. Bir kəlmə kimi yazsan, al verin, axı bir kəlmə olmamalıdır mənim nəzərimə. Amma dostlar özləri bilərlər. Bunları mən özüm çıxadıram. O cür mənim dil, yazı, əslində dil və yazı haqqında nəzərim dostların hamısı ilə fərqlidir. Buradan çıxaq, davam eləyək. Və həmin dəlil, Mənsius گفته است فصل مساعد اهمیتش کمتر از امکانات مساعد زمین است. Deyir ki, bir nəfər gəlib deyib ki, oxuduqda qabaqcan, deyir ki, yer mühümüdür, imkanat da mühümüdür. Savaşa bunlar mühümüdür, olmasa olmaz. Və bunlara diqqət ediyoruz. Amma bu deyibdir ki, bu üçün yaz ola, yay ola, payız ola, qış ola, bunlar o qədər çox əhəmiyyət deyil ki, yerin nəcürlüğü mühümüdür. Məsələn, dağdır, dərədir, palçıqlıqdır, suluqdur, körpü var, yox. Bunlar deyir, çox mühümüdür. Tabi ki, deyək, məsələn, yağışlıqdır, ya qışlıqdır, qışdır, qardır. Bunu da Rusiyada gördük. Rusiya indi Ukrayna həmlə edibdir. Ukraynada qarlıqdır. Heç olmasa nəzərimə gələn qarlıq bir yer olacaqdır. Amma görürük ki, şey yox. Yəni o həmləsini eləyib, bu da savaşını edir. Qışına baxmayaraq. Və in imkanat نیست کمتر از هماهنگی روابط انسانی اهمیت دارد. İmkanların da indi deyək ki, imkanlarımız var, yerimiz var və imkanlarımız var. Bu imkanlar insanlar bu imkanatı işlədir. İnsanların necə bir-birinə əlaqələri yoxdur olmasa o imkanlar heç fərq eləməz. Kəsi ki muhtat است və muntazir düşmən است ki fiilən düşmən نیست piruz xواهد شد. Deyir bir nəfər mühtatdır. Deyir ki, ağa, farslar bizim düşmənimiz deyil. Ya deyil. Biz gərək onların həmlələrinə həmişə hazır olaq. Deyir, bu adam müvəffəq olar. Çünki ehtiyat edir. Deyir ki, o düşmən bizə həmlə eləyəcək. Gecə-tezi o, bizim dilimizi bu məmləkətdə qadağan eləyəcək. Neyin yox? Biz gələk dostlarımıza deyək ki, türkcə çox rahatdır. Hər kəs farsın əlifbasını başarır, yəni ərəb əlifbasını başarır. Deyək farsda, biz beləsini yox, çünki insanlar fars oxuyublar. Elə bunlara deyək ki, o əlifba ilə farsı, türkünü yazmaq çox rahatdır. Yarım saatın işində adamları örgədə bildik ki, tanışdığı yaz, ərəb əlifbası ilə. Dedim, ərəb əlifbası deyəndə insanlarımız qorxar. Deyərlər ki, bir ayrı dedi, əlif səbərə, B səbərə. Bunlar yox. Gələk elə deyək ki, ağa, farsını necə yazırsan, onunla türkünü yazmaq yarım saatlıq işdir. Yarım saatlıq. Çünki bu dil mənim dilimdir, bunu danışıram. Dostlar, indi məsələn, farsıda necə yazaq? Heyləri gətirək, qoyaq bir vindalısı can. Qədim zamanlar bunu eləmirdi. Elə yazırdılar, deyirlər, ərəbcədə necə ərəbin hərəkələrini qoymuruq. Farsını da, türkcəndə yazanda hərəkələrini qoymayaq. Şəhriyarın kitabları bu cürdür, Ərzəliyim Xidmət və şairlərimizin hamısını, yəni. Xətayini, həm Şah İsmail, onun şeirləri bu cürdür, Ərzəliyim Xidmət isə, hər kəsin, yəni mən indi adlar necə oldu zehnimdən hamımı çıxır, qaçır. Nəsiminin şeirləri bu cürdür, Fuzulinin şeirləri bu cürdür. Hərəkəni deyib də qoymayaq. Eyni farsı kimi yazaq, yəni. Farsıda necə hərəkə qoymurlar üstünə, ə, e, ö, bunları qoymurlar.
Orada da deyiblər ki, kiçik hərəkələri qoymuyor türküdə. Türkünü belə yazıblar. İndi biz bunu qoymağa çalışırıq. Qoyanda çalışanda burada farsı tayf eləməyə məcburuq. Farsı tayf eləyəndə də bunlar olmur. Naçarıq ki, bunun üstünə h ilə gətiririk. Bunları gətiririk, məsələn, qoyaq insanların özünə. Biri öz sələsi gələr, qoyar, biri h ilə yazar, biri də yazmaz. Amma dili çətin eləməsək, insanlarımız sürətlə türkçüləşirdir. ارتش را شکست ناپذیر بسازید و منتظر و منتهز فرصتی باشید که düşman asip pəzir beşəmət. Deyir ki, öz gücünüzü toplayın və hazır olun ki, düşmənə həmlə eləməyə hazır olun. Siz öz gücünüzü hazırlayın. Ruhiyyəzi elə hazırlayın ki, şikəst yeməyəsiniz. Hücuma hazır olun. Daimən. Onda və müntəzir olun ki, düşmən bir iştibah eləsin. Siz fürsəti qazanın. Fürsətdən gedin, piruzluq ələ getirin. İndi fərz edin ki, biz əgər özümüzü bu cür hazırlayaq, deyək ki, bir gün farslar bir-birinin canına Tehranda düşsə, ya orada, burada bu ordu geçsə, o tərəfə filan geçsə, biz burada şəhrimizi azad eləyəcəyik. Baxın, görün, əgər hədəfimiz bu olacaq ki, biz hər növ rejim iştibah eləsə, ya iştibah eləməsə, məcbur olsa bir iş görsün, biz onda bu şəhrimizi, vətənimizi azad eləyəcəyik. Mühümdür. Bir də baxın, dostlar, bu da iştibah strateji deyilir o. Heç ərteş deməz ki, mən Ukraynanın hamısını bir gündə alacağım. Ya bir zaman Ukraynanın hamısını alacağım. Nə deyər? Rusiya ordusu deyir ki, mən bir şəhri mühasirə eləyəcəm, onu alacağım, sonra gedəcəm qabağa, bir yerləri alacağım, sonra yavaş-yavaş kətləri alacağım, yavaş-yavaş gedəcəm. Məsələn, bir zamanın içində yavaş-yavaş bu kətlər, şəhərləri bir-biri alacağım. Bizə lazım deyil Güney Azərbaycanda istiqlal üçün, gələk ki, biz Güney Azərbaycanı birdən azad eləməliyik. Yox, elə məsələn, biz Culfanı azad eləyə bilsək və orada desək ki, bura Culfa, Güney Azərbaycan Türk Cumhuriyyəti qutardı, getdi. Ora azad oldu. O birisi bundan ölçəşəcək, o birisi də bundan ölçəşəcək. Stratejidə bizim mütəəssifanə deyirik ki, biz yağış kimi hər yerə yağa bilərik. Yox, biz insan olduğumuz üçün, məhdud olduğumuz üçün bir məhəlləni də azad eləsək, bir məhəlləni azad eləmişik. İkinci məhəlləni ondan sonra, üçüncü məhəlləni ondan sonra. Səttarxan da bu cür olubdur. Səttarxan da dəqiqən bu şəkildə gedibdir. Deyirlər o zaman Təbrizdə. Təbriz dediyimiz şey mən 50 illərində, 51-52-də biz köçmüşük Təbrizdə. Təbrizdə məhəllələr bir-birinə yapışıq deyildi. Biz Təbrizlə məsələn, deyək ki, Bahar xiyabanı ilə Qarağacın arası xarabalıq idi, çöl idi, badamlıq idi əslində. Qərəməli ilə Baharın arası bağlıq idi. Taliqani ilə Baharın arasında çöl idi, ondan sonra da orada-burada da bir məhəllələr var idi. Yəni Təbriz bugünkü Təbriz deyildi. Çıqqılı məhəllə idi, öz-özünə hərəsi bir yerdə, özünə bir məhəllə idi. Ona deyirlər Təbriz. Və biz Səttarxan onları bir-bir 12 məhəlləni aldı, qatdı Əmirxizliyə oldu məsələn Təbriz birləşdi. Cavanmərdi Şərif گفته است bir dənə cavanmərd adam deyibdi, belə bir şey deyib, adım bilmirlər. به امید کشاورزان و دهقانان بودن و مقدمات کار را فراهم نیاوردن بزرگترین خیانت است. Cinayət است. Deyib, əgər buna mütməyin olasınız ki, biz gözləyək əkinləri nəhsinlər, sonra bizi onları gətirək, savaşdıraq. Bu ən böyük şeydir. Əgər biz gözləyək ki, məsələn, dövlət bizə mədrəsə verə, biz o mədrəsədən dövlətin mədrəsəsi müəllim verə, müəllim kitab verə, kitab çap eləyə, filan bəhman, ondan sonra biz türkçə dilini öyrədək. Bu deyil, cinayətdir. Xiyanət deyil, cinayətdir. Çünki siz ümidinizi bir yerə bağlırsınız ki, bəlli deyil, o olacaq, olmayacaq. Və buzurgtərin fəzilət pişapiş amadə budən برای hər gün ehtimal ist. Deyir ki, böyüklərin fəzilət, yaxçılıq, gözəllik budur ki, siz öncədən, qabaqdan hazır olasınız hər ehtimala qarşı. Ehtimal verirsiniz ki, bu ola, bu işi biz görməliyik, indidən onu hazırlaşıq. Diqqət buyurursunuz. کسی که جنرال های واجد صلاحیت دارد و این جنرال ها از مداخله جویی های حاکم در امانند پیروز می شود. Əgər bir dana dövlətin ya millətin generalları var, savaşçıları var, dilçiləri var.
əlifbanı başarır yazmağa. Çətinlətmir dili. Bunlar əgər gəlsələr, işi versəz bunların əlinə, bunlar o işi qoyarlar yerinə. Amma işi versəz bir adama ki, məsələn, istəyir desin ki, mən çox savadlıyam, mənim savadım çox dərindir və istəyir ki, mən ki, bu günlər istəyirəm türkünü öyrəşəm, o qədər türkünü öyrəşəm ki, o bilir. Əslində o məni türkü dilindən qaçırdır. Mən lazım deyil o qədər dostumuz ki, 50 ildir türkü dilində işləyibdir, 10 ildir türkü dilində işləyibdir, o qədər biləm. Mənə o qədər öyrədir. O lazım deyil. Mən Rüznamenigarıq dərsi deyirdim, elə bu qoyulmuşam YouTube-da da mövcuddur. Deyirdim ki, şeyə də qoymuşam, elə bu fikirəm ki, Instagram'a da qoymuşam, bilmirəm qoymuşam, yox əlbəttə. Orada deyirdim ki, bu onlar üçündür ki, Farsı dilin yaxşı başarırlar ya Türkçe dilin yaxşı başarırlar. Sonra da istəyirlər burada qazetçilik eləyirlər, qazetçiliyi nədir bu dildən istifadə eləyəcəklər qazetçilik işində? Yoxsa biz indi bu günləri mən Farsını yaza bilirəm ya yazamıram, adam istəyir məni Türk dilində, məsələn, doşqura səthində dərs deyir. Lazım deyil. Mənə əvvəl ibtidai şəklindəki deyir ki, dədə işə gedər, dədə işlər, nənə evdə yemək bişirir. Dədə işlir, nənə yemək bişirir. Mən elə bu qədər belə öyrətsə mənə yetər. Mənə bu qədər kafir, çünki mən istəyirəm bir cümlə yazam. به همین دلیل استاد وانگ گفته است deyibdir ki bir nəfərdə vədə گرفتن در صلاحیت حاکم است. وعده گرفتن de احتمالاً یا وعده گرفتن و تصمیم گیری در مسائل جنگ در صلاحیت ژنرال فرمانده است. Deyir ki, vədə bizə söz vericindən görək ki, biz piruz ola bildik ya yox. Biz Türk dilini öyrəşə bildik ya yox. Deyir ki, bu vədəni almaq səlahiyyət hakimin əlindədir. Amma fərmandehdir ki, onu nə tür savaşacaqdır, o fərmandehin əlindədir. حاکمی که صاحب شخصیت و عقل و هوش و عالی است باید بر شناختن مردمی که به درد کار میخورد قادر باشد. حاکم باید مسئولیت ها را به وی واگذار و به انتظار نتایج بکشد. Bir dənə ağıllı adam işi verər bir adama ki, işi başarır və ondan gözlər ki, o bu işdə kesin qazansın. İndi məsələn mən özümə iş axtarıram neçə gündür. Baxıram görüm ki, mən pəncərcilik başarmıram, pəncər tutanmaram ki. Tamam. Mən indi qoyala pəncər dükanına. Mən məsələn nə başarmıram? Deyək ki, çox şeylər başarmıram. Məsələn type. Mənə desələr type elə, 2 barmaqlı type eləyəcəm. Sübdən axşamacan olacaq 3 səfər, 5 səfər. Amma bir dənə typistə bunu versələr, bu məsələn mənim bir gündə gördüyümü 10 dəqiqədə, 5 dəqiqədə yapacaqdır. Pəs işi verin o adama ki, işi bilir. Sonra da o gözləyin nəticəyə çatsın. Yoxsa işi verin, iş bilməyənə, mən özüm məsələn istəyirdim o Günas TV-də danışıqlarımı verim, dostlar type eləsinlər. Bir dənə dosta verdik, bir aydan sonra mənə bir dənə mətləb göndərdi. Baxdım, gördüm ki, mən dediyim məsələn, yarısını bu adam type eləməyibdir. Çünki cümlələri məsələn düzəldibdir, ədəbi eləyibdir, filan bəhman, özünə orada bir iş görübdür. Sonra deyib, bu izafədir, o izafədir, bunları kəsibdir, qoyub kənara. Çünki deyib, mən xülasəsi, bunu yazdım məsələn. Sözünün əslisini yazdım, bu lazım deyil, bu neçə dəfə deyib, mən onu yazdım. Olmadı. Sən typistsən, type işini görəcəksən. Əgər editorsan, editor işini görəcəksən. Sən əgər type işini almışsan, editor işini görürsən, olmaz. İş qabağa getməz. در هر حال به هنگام جنگ ممکن است در جریان هر مرحله صدها دگرگونی و تغییر پیش آید. Savaş gələndə hər an mümkündür yüzlər məsələ dəyişilər. Yağış yağa, düşmən nə bilim ayrı bir silahdan istifadə eləyə, adamlar çəkilərə dalıya, kərək vururlar. Məsələn biz gördük ki, Rus ingilislər gəliblər 2-ci Dünya Savaşında naylondan tank düzəldiblər. Yel vurublar, qoyublar ora. Yüzlər tank düzüblər bir-birinin dibinə, qoyublar yeldi özdə. Hamısı yeldi. Sərbazlar da düzəldiblər, yeldən qoyublar ora. Almanlar da baxdılar, biz bu cephiyə getməyək. Bura ağırdı. Şərait dəyişir də. Baxın, bu özü bir şərait deyil. O naylon orada, naylon tank bir şərait yaratdı. Biz o şəraiti neynəmək? Düşünməliyik, əvvəl sonra da görməliyik, neynəməliyik. وقتی که پیشروی ممکن باشد پیشروی میکنند. اگر gördük ki biz irəliyə bilirik, onda irəliyəyəcək. İrəliyə bilmirik, irəli çəkməyəcək. Və hingami ki dəryabı cəryanı umur با اشکال مواجه عقب می‌نشیند. O zaman da gördü ki
gedənmirik, dalıya oturmalıyıq, oturacaqdır. گفتن این مطلب که فرمانده باید در این شرایط و اوضاع احوال منتظر دستورات حاکم باشد نظیر این است که شما به یک مافوق اطلاع دهید که میخواهید آتشی را خاموش کنید پس از آنچه دستور مربوط به آن برسد خاکستر نیست سرد شده بود. Diyor ki eğer sizin bir mesela siz dalıya oturursanız ama diyorsunuz biz evvel fermanda her yargı fermanda icazə verir biz dalıya oturaq. Ya icazə verir biz həmlə eləyək. Deyir, onda o şərait değişə bilər ondan gedib gəlincə. Deyir, buna bənzər ki, od yanır, siz istəyirsiniz odu söndürərsiniz, bilirsiniz ki, indi odu söndürmək lazımdır. Amma deyirsiniz, fərmanda hər deyək. Bir nəfər gəlir ki, öndəsi şeyə fərmanda tapa, ona deyə, o deyə söndür, o gəlincə, gələcək, görəcək ki, od sönübdür, öz-özünə gedibdir. Yəni, vaxt geçibdir. Hər şeyi istəyir deyə ki, öz vaxtində görməliyik. Qalsa, şikəst hesab olur. پیش از آن که دستور اخدوخ و نیز گفته شده است که در این وضع باید با بازرس عمومی ارتش مشورت کرد. deyiblər ki, ارتشin də بازرسی ilə gərək danışılır. این مطلب نظیر آن است که به منظور ساختن خانه‌ای در کنار جاده با آبران مشورت شود. Elə bir ki, deyir, buna bənzər əgər siz deyərsiniz ki, biz istəyirik xiyabanın qırağında bir ev düzəldək. Çünki xiyabanın qırağında düzəldirik, gəlib gedəndən soruşaq ki, bu evi necə düzəldik? Olmaz deyir, bu cür eləməzlər. مسلماً این کار هیچگاه به پایان نمی‌رسد. ev düzelmez da. دست و پای یک ژنرال صاحب صلاحیت و قابل را بستند و در این حال از وی خواستند که یک دشمن پرفریب را از میان بردارد مانند بستن تازی و دستور دادن به آن برای گرفتن خرگوش تیزرو است. Deyir ki, siz generala deyirsə sən savaş, amma bu tərəfdən də əlini bağlarsan. Çünki sən gərək məndən hər şeyi icazə alasan. Ya mən deyirəm belə eləsən elə eləsən. Deyir, bu ona bənzər ki, itin ayağını bağlayasınız, tazı, it. Tazı da ki, deyiblər, bilmən farslıları işlədiblər bunlar. Bunlar da istəyiblər, onları itə bənzərlər, tohin eləyələr. Deyib ki, tazının, elə bizdə bu türkcədə tazı deyərik itə. Bir cürə itə tazı deyərik. Deyir ki, tazının əlini bağlayasınız, dovşanları götürəsiniz. Deyəsən ki, it qat, sən tazı qat, o şeyi tut ki, davşanları tut. Deyir, olmaz. Tuta bilməz. روشن است که در این 5 مورد راه پیروزی شناخته شده است. 5 dana yol dedi ki, bunlarla keçsək zəfər qazanırıq. Mən bunu 5 dana bir xülasə deyim. Dedi ki, əgər tapsam. Biri budur ki, az adamla nə cür bilə çox adamı şikəst verəcək. Biri budur ki, çox adamla əgər şikəst yiyəcək, nə cür bilə dalı oturacaqdır. Yəni onu da bilər ki, mən əgər adamım az deyil. Az imkanatla çox adamı şikəst verməyi başarsa. Bu da bir yoldur. Və düşmənin mühtatdır, düşmənin hərəkətlərin öngörür, təxmin vurur, zənn edir, güman edir ki, bu işi eləyəcəklər. O işi gözdür, o iş gələndə başlayır, öz işini qabağa aparır. Hələ bunlar, elə bir ki, vaxtimiz istəyir qurtulur, mən bunu tez çedim. Ve həmin elmi bilin, düşmən را بشناسید, düşməni tanıyın, خودتان را هم بشناسید, özü də tanıyın. در صدد نبرد شما خب و در صد نبرد شما هرگز با هیچ خطری مواجه نمیشید. اگر siz hem onu tanısınız, hem özünüzü tanışasınız. Burada bir cümle deyib, əsən baş tapmıram nədir? Düşmən را بشناسید, خودتان را بشناسید. Qutardı, yaxşı. در صد نبرد شما هرگز با هیچ خطری مواجه نمیشید. İndi 100 savaşın birində deyir, heç kəs xətərinə müvaciə olmazsınız. Mən bunu nəzərimə gəlir ki, Ağay Döktür bunu iştibah tərcümə edibdir. Çünki olmaz ki, siz savaşasınız və xətər olmayır. Savaş öz xətərdir. Savaş öz xətərdir, təhlükədir, qorxudur. Bu mənim nəzərimcə yaxşı bir cümlə deyil. Vəqti şuma düşmən را نمیشناسید ولی خودتان را میشناسید şans piruzi ya şikəst şuma müsavis. O zaman ki düşməni tanımırsınız amma özünüzü tanırsınız. Sizin savaşa girməniz bir ya riskidir, ya gedərsiniz. Eyni elə bir ki pulu Şirman xətt oynayırıq da, şirxət. Şirman xətt atanda belə atırıq. Ya o üzü düşəcək, ya bu üzü düşəcək. Mən indi özümü tanıram, düşməni tanımıram. Eləyə bilər ki, savaşa girsəm müvəffəq olam, eləyə bilər ki, müvəffəq olmayam. Qalıb o şəraitə. Düşməni də tanısaz bu cürdür. Düşməni tanıyasınız, özünüzü tanımayasınız, onda da ehtimalən şikəst yersiniz. Ya ehtimalən موفق است. چنانچه به وضع دشمن جاهلید و در این حال خودتان را هم نمیشناسید مطمئن باشید که در هر نبردی در معرض خطر قرار دارید. Amma düşməni də tanımayasınız, özünüzü də tanımayasınız. Şikəst yiyəcəksiniz.
Qurtardı səhvimiz. Mərdan keçiniylə divanıqan cani nami demişəm. Əgər birinə özünü tanıya, nə düşməni tanıya, onlar zanidirlər, dəlidirlər. Dəlidirlər ki, öldürməkdən ya ölməkdən xoşları gəlir. Əzin əşqas cüz şəkəst sizi nemitavan intizar daşdı. Belə bir adamlardan heç bir intizarınız olmasın çünki bunlar sınarlar və piruz olmazlar. Əziz dostlar, bu fəsli qurtardıq, o birisi fəslə keçəcək. O birisi fəsl daha fikirlərim dərdimizi deyəcəkdir. Yəni bizim çox dərdimizi deyəcək. Necə nə tür hazır olaq savaşa? Savaşa hazır olmaq bəhsi mən fikirlərim ki, bizim dərdimizi deyəcəkdir və 61-ci səhifədən başlayır və 67-ci səhifədə qurtarır. Yəni 6 səhifədir. Fikirlərim elə sabahları bunu bir yerdə bəlkə oxuyub qutararıq. Ondan sonra da 5-ci fəsl başlayacaq. Şirkətdə də o bizim dərdimizə dəyər. Çünki Azərbaycanda enerji. Bunları biz hər halda sabahları davam edərik. Sağ olun, sağ qalın. Allah'a tapşırdım.